Gündəlik işlər olurdu. Məsəl üçün, harasa daş atmaq lazımdır, harasa lapatka ilə nəsə bir torpaq daşımaq lazımdır, nə bilim, nəsə bir şey eləmək lazımdır. Belə. Getdim, həmən işlərdə işləyirdim. 10 manat, 15 manat, 20 manat. Nə elə vaxt olurdu, elə 15 manatlıq işə gedirdim. Yeməyim vermirdi. Yeməyi alıb yeyirdim orada 5-6 manat. Nə bilim, ora-bura evə gələndə baxırdım ki, cibimdə 1 manat pul qalıb. Deməli, səhər yol pulu eləyərəm. Prosta da yəni boş oturmayım. Avaraçılıqla heç vaxt aram olmayıbdı. Qoşulum, nə bilim, uşaqlara gedim, gəzim. Çayxana vəbşə ümumiyyətlə qapısını tanımıram ki, necə bir şeydir. Orada oturub domino oynamaq falan mənlik deyil də. Yəni heç vaxt özümü orada görməmişəm. Mənə belə deyim də, bir növ o cür aura mənə elə gəlib ki, mən həmişə işsiz qalacam əgər elə bir şey eləsəm. Çünki düşünməyəcəm və beynim inkişaf eləməyəcək. Bu minvalla davam eləyirəm. Bir müddət keçdi, baxdım ki, yox da mən nəsə eləyə bilmirəm və anidən getdim Rusiyaya, Novosibirskiyə və qərar aldım. Ora 5 günlük getdim birinci dəfə. 5 gün orada qaldım, belə deyək də, rus nədə, razvedkaya getmişdim. Ki, baxım görüm yaşaya bilərəmmi burada, necə deyil və bir növ soyuğa çox həvəsim olduğu üçün, soyuq üçün ölürəm də, mən yəni maroz olsun bu dəqiqə. Yəni mən sevinərəm də Bakıda 30 dərəcə, minus 30 dərəcə, mənfi 30 dərəcə olsa, mən çox sevinərəm. Yəni soyuğa qarşı xüsusi bir sevgim var. Və getdim Novosibirskiyə, yəni hətta Bakıdan Moskvaya uzaqdır. Moskvadan Novosibirskiyə daha da uzaqdır. Yəni o qədər uzaq bir şəhərdir. Getdim Novosibirskiyə və orada 5 günlük razvedka elədim, baxdım necə yaşaya bilərəm və qış vaxtı getmişdim ki, baxam. Mən orada olanda 2015-ci il idi, səhv eləmirəmsə, 2015-ci ildə mənfi 46 dərəcə soyuq var idi. Və bığlarımdan buzların belə sallanmağını hiss eləyirdim, nəfəs alanda ki, buradan buzlar sallanır və o mənə həzz verirdi, ləzzət eləyirdi. Otururdum belə, otururdum deməyim, otursan donarsan da, yəni elə maroz var idi. Gəzirdim və gəzəndə nəfəs alanda özümü at kimi hiss eləyirdim ki, elə bilirəm atam. Nəfəs alıram, burnumdan belə par çıxır, o kinolarda falan yaxın çəkilən kadrlara baxsan, atın burnundan necə çox qaçandan sonra par çıxır. Bir növ çox xoşuma gəlirdi bu soyuq. Və 5 gün sonra artıq biletimi elə almışdım ki, 5 günlükdə gedib qayıtmaq. 5 gün sonra qayıdandan sonra isə mənə burada bir şey yox idi. Və baxdım ki, artıq dəyər. Yəni gedib orada işləyə bilərəm falan. 2 il, demək olar ki, 2 il getdim Novosibirskdə yaşadım. Novosibirskdə yaşadım, belə orada da tikinti sahəsində, asfalt sahəsində belə işlədim. Nəsə gəldim artıq Bakıya. Baxdım ki, burada bir şey yoxdur da, yəni ancaq qazan, xərcdə, aylıq maaş və həmişə də aylıq maaşa bir nifrətim olub.